Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat paylaşıb. Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır. Hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir. Nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyinin təmin edilməsi məqsədi ilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan 012 404 41 22 telefon nömrəsinə məlumat versinlər. Bununla yanaşı yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda yol ayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər yol hərəkəti haqqında qanunun 77-ci maddəsinə əsas götürərək yollarına davam etməlidirlər deyə məlumatda qeyd olunur.